YouTube kanalımıza xoş gəldiniz. Hər birinizi salamlayıram. Bugün mən sizə endometrioz haqqında danışacağım. Son dönəmlərin bəlası olaraq mən onu tanımlayıram. Elə xəstəliklər var ki, xronikidir, öldürmür, amma süründürür. Maalesef ki, bizim ginekologiyanın da ən sevmədiyimiz xəstəlik çeşidlərindən biri də endometriozdur. Endometrioz bizim endometrium hüceyrələrinin aid olduğu yerdən qopub başqa orqanlarda olması ilə əmələ gələn bir xəstəlikdir. Yəni ki, endometrium hüceyrələri harda olmalıdır? Endometriumun içində olmalıdır. Amma bəzi səbəblərdən bu endometrium hüceyrələri fərqli yerlərə qopub gedirlər. Bunlar haralardır? Birincisi uşaqlıq boruları, İkincisi yumurtalıqlar, üçüncüsü qarnın iç tərəf boşluğu və çanaq orqanları. Bunların üzərinə qonduqları zaman həmin o yerə implantasiya edirlər, yəni yapışıb qalırlar, orada artıb çoxalırlar və endometriotik nöqtə ocaq əmələ gətirə bilirlər. Və endometriotik nöqtə ocaq əmələ gətirəndən sonra siz hər ay aybaşı görəndə necə ki endometrium hüceyrələriniz qanayır, maalesef ki həmin implantə olmuş hüceyrələr də həmin orqanların üstündən qanayır. Və bu qanadığına görə orada yapışmalara, spayka deyirlər, adezyonlara, müxtəlif şokolad kistalarının əmələ gəlməsinə, orqan funksiya pozukluğuna və şiddətli ağrıya gətirib çıxara bilirlər. Endometrioz xəstələri bizə hansı şikayətlərlə müraciət edirlər? Onların ən başlıca şikayəti ağrıdır. Aybaşı dönəmində çox şiddətli ağrı çəkdiklərini söyləyirlər. Yəni ki, xəstə bizə gəlib deyir ki, mən aybaşı dönəmində o qədər şiddətli ağrı çəkirəm ki, mütləq ya təcili yardıma getməliyəm və yaxud da mən ağrı kəsici içməliyəm və ağrı kəsicilərin də sayı hesabı yoxdur. Eyni zamanda aybaşı dönəmində bu pasiyentlərdə sidiyə gedərkən ağrı hissiyatı, böyük bayıra gedərkən ağrı hissiyatı da yarana bilir. Əgər bakirə deyilsə, cinsi münasibət zamanı disparoniya, yəni cinsi münasibət zamanı şiddətli ağrıdan şikayət edirlər. Günlük normal vaxtda da defekasiya, yəni böyük bayıra gedən zaman əgər ki bağırsaq üzərində bu tarz odaqları varsa, ağrı şikayəti ilə həkimə müraciət edə bilirlər. Bəzən elə olur ki, bu tarz endometriotik odaqlar uşaqlığın öz bağının üzərindəki əzələlərə və yaxud da pelvisin başqa tərəfindəki sinirlərin üzərinə də invaziya edərək aybaşıdan bağımsız bir zamanda da şiddətli ağrılara, məsələn oturarkən ağrıya, yatarkən ağrıya, günün normal saatında hər hansı bir zamanında ağrıya səbəb ola bilir. Endometriozun yaranması ilə əlaqədar müxtəlif nəzəriyyələr var. Bu nəzəriyyələrdən birincisi tubal nəzəriyyədir. Yəni məsələn siz aybaşı gördüyünüz zaman qanın bir miqdarı aşağıdan, uşaqlıqdan aşağıya tökülərək vaginadan çölə axır. Amma bir miqdarı bilirsiniz ki, borular qarın boşluğu ilə əlaqəlidir və qan tapdığı bütün boşluqlardan keçə bilir. Həmin borulardan keçərək boru endometriozuna və yaxud da borulardan qarnın içərisinə tökülərək batın içi, yəni qarnın içərisindəki orqanların da endometriozuna səbəb ola bilir. Digər bir nəzəriyyə anne qarnı, yəni ana qarnında əmələ gələn endometrioz nəzəriyyəsidir. Yəni belə iddia edirlər ki, bəzi qızlar anasının qarnındaykən daha hamiləlik dönəmində anasının ekstra hormonlarına məruz qalaraq ilərləyən zamanda yeniyetmə dönəmində endometrioza məruz qala bilir. Bəzi nəzəriyyələr isə hormonları günahlandırır. Yəni ən çox da günahlandırılan hormon estrogendir. Yəni estrogen hormonunun vücudda artıq olması və s. endometrioz odaqlarının yaranmasına səbəb ola biləcəyi deyilir. Endometrioz deyəndə sadəcə bu endometrioz ocaqlarından bəhs eləmək düzgün olmazdı. Burada mən şokolad kistlərinə də toxunmaq istəyirəm. Şokolad kistləri biz buna tibbi dildə endometriomalar deyirik. Baxın, yumurtalığın üzərində olan bu tarz kistlər, bu tarz endometriotik ocaqlar bəzən hər aybaşı zamanı siz endometriumdan qanadığınız kimi, dediyim kimi, siz bu ocaqlardan da qanayırsınız və bu qan yığışır və bəzi kistlərin əmələ gəlməsinə səbəb olur. Biz buna endometriotik kistlər və yaxud da şokolad kistləri deyirik. Bunların ümumiyyətlə kapsulları qalın olur və içərisində yoğun, şokolada oxşar kıvamda bir maddə yığılır. Bu şokolada oxşar kıvamda maddə istər-istəməz ətraf toxumaları bir-birinə yapışdırır. Məsələn, peritondur, düz bağırsaqdır, sidik hissəsidir, borulardır. Bunların hamısının yumurtalığa yapışmasına və yumurtalığın funksiyasının pozulmasına səbəb ola bilir. Eyni zamanda yumurtalıqda bilirik ki, yumurtalıq folikulyar bir orqandır. Yəni hər yumurtamızda bizim nə qədər folikullarımız var. Və təsəvvür edin ki, bu tarz bir şokolad kistası həmin yumurtanın içərisinə əmələ gəlir və həmin şokolad kistası get-gedə böyüyür və bizim sağlam folikullarımızı sıxışdırmağa başlayır. Və biz nə ilə nəticələnirik? Təbii ki, yumurta rezervinin azalması. Yəni əslində şokolad kistası ilə bizə müraciət edən xəstələrdə bizi ən çox qorxudan problemlərdən biri də yumurta rezervinin azalması. Dediyim kimi şokolad kistası
sonrası müalicəyə çətin tabe olan bir kistdir. Öz-özünə ərimə ehtimalı çox aşağıdır və get-gedə böyüməyə meyilli bir kistdir. Və böyüməyə meyilli olduğuna görə normal folikulları sıxışdıraraq həmin folikulların məhv olmasına, yumurta rezervinin aşağı düşməsinə və eyni zamanda sonsuzluğa səbəb ola bilir. Sonsuzluğa səbəb olma səbəblərindən biri də ətraf toxumalara spaykaların, yəni yapışmaların əmələ gəlməsi. Dediyim kimi, onlar hər aybaşıda qanadığına görə və sorula bilmədiyinə görə qan həmin toxumaların bir-birinə yapışmasına, konglomerat əmələ gəlməsinə və orqan funksiyasının pozulmasına gətirib çıxarda bilir. Yəni özətlə desək, endometrioz, şokolad kisti olan xəstələr bizə ən əsası müraciət eləyir ağrı şikayəti ilə. Ağrı o qədər güclü olur ki, dediyim kimi onlar təcili yardımda qalırlar, mütləq ağrı kəsicilər içmək zorunda qalırlar. Ağrıdan yatmadıqları gecələr olur. İkincisi, böyük bayıra gedərkən şiddətli ağrılardan şikayət edə bilərlər. Sidiyə gedərkən şiddətli ağrılardan şikayət edə bilərlər. Üçüncüsü, sonsuzluqdan şikayət edə bilərlər. Xəstəmiz evlənibdir, amma hər hansı bir hamiləlik baş tutmur. Borular ya bağlıdır, spayka olubdur və yaxud da yumurta rezervi azalıbdır. Bu şəkildə müraciət edə bilirlər. Digər başvurma səbəblərindən biri cinsi münasibət zamanı ağrı, özəlliklə həmin ocaqların olduğu yerdə cinsi münasibət aktı zamanı şiddətli ağrının olması ilə bizə müraciət edə bilirlər. Digər bizə başvurma səbəblərindən biri də aybaşı pozulması. Baxın, şokolad kistləri olan xanımların aybaşları da pozulur. Onlarda ləkə dönəmi daha çox uzun gəlməyə başlayır. Ləkə. Məsələn, pasiyent bizə aybaşının hardasa 15 günə qədər çəkdiyini deyə bilər və yaxud da aybaşının gür olduğunu bizə deyə bilər. Bəs şokolad kistləri endometriozda biz hansı müalicədən istifadə edirik? Baxın, bəzən deyirlər ki, əməliyyat, bəzən deyirlər medikal tədavi, yəni ki, tibbi dərmanlarla müalicə. Bunlar ilk öncə pasiyent mütləq dəyərləndirilməlidir. Pasiyentin yaşı çox önəmlidir. Pasiyentin uşağının olub-olmadığı çox önəmlidir. Pasiyentin yumurtasındakı kistanın ölçüsü çox önəmlidir və ən önəmlisi pasiyentin şikayəti önəmlidir. Baxın, deyirlər ki, 4 sm-in üstündə adətən kistlər əməliyyat olunur. Əgər bir pasiyent bizə 5 sm kistlə gəlib, amma hər hansı bir ağrı şikayəti yoxdursa, biz onu əməliyyat deyil, dərman müalicəsini o xəstə üçün daha çox tərcih edirik. Amma pasiyent 3 sm kistlə gəlib çox şiddətli ağrılardan şikayət edirsə, o zaman biz o xəstəyə endometriozis cərrahisini tərcih edə bilirik. Endometriozis müalicəsində dediyim kimi, burada əsas səbəb nədir? Aybaşı, düzdürmü? Yəni siz hər aybaşı gördükcə əslində endometriozisi daha da dərinləşdirirsiniz. Bu zaman bizim müalicəmizdəki əsas taktikamız nədir? Aybaşını kontrol altına almaq. Ya aybaşı miqdarını azaltmaq və yaxud da aybaşı miqdarını müəyyən bir dönəm kəsmək və o kistlərin balacalaşmasına şərait yaratmaq. Bunun üçün bəzi hormonal preparatlardan, iynələrdən istifadə edə bilirik. Digər yöntəmlərimizdən biri uşaqlıq daxili hormonlu spiralların taxılması. Dediyim kimi, aybaşı miqdarını azaldaraq xəstənin simptomlarını minimuma yendirə bilirik. Müalicə yöntəmlərimizdən biri də dediyim kimi cərrahi yöntəmdir. Cərrahi yöntəmin ən əsas prinsipi xəstənin ağrı hiss eləməsi və yaxud da ağrı hiss eləməsə belə qarnında böyük kistlərin olması, yapışıqlıqların olması, yapışıqlıqlara sekonder, ikincil olaraq bəzi orqan funksiyalarının pozulması bizi əməliyyata vadar edə bilir. Onu da bildirim ki, endometriozis cərrahisi çox çətin bir əməliyyatdır. Çünki bəzən bu endometrioz hüceyrələri miqrasiya edib elə sinirlərin içərisinə köklənə bilirlər ki, pasiyentə açanda və yaxud da laparoskopiya eləyəndə hər hansı bir ocaq görmürsən, amma sinirlərin içərisində və yaxud da uşaqlığın əhatə edən bağların içərisinə miqrasiya etmiş hüceyrələri hiss edə bilirsən, o sərtliyi hiss edə bilirsən. Yəni həm çətin, həm də təcrübə gərəkdirən bir cərrahiyyədir endometrioz cərrahisi. Bu arada onu da deyim ki, endometrioz müxtəlif yaş qruplarında əmələ gələ bilər. Bəzilərində 18-19 yaş qızlarda belə bunu sən görə bilirsən, bəzilərində 20-li yaşlarda, bəzən də 35 yaşın üstündə meydana çıxa bilir. Bu da endometriozun hormonal nəzəriyyə ilə bağlı olduğunu bizə sübut eləyir. Əgər sizin də belə bir şikayətləriniz varsa, mütləq bizə müraciət eləyin. İlk öncə endometriozis xəstəsi anamnez toplanmalı, ondan sonra mütləq ultrasəs müayinədən keçməlidir. Əgər yumurta rezervinin azalması kimi durumlar varsa, o zaman yumurta dondurulma işləmi bu pasiyentlərə tərcih edilə bilər. Endometrioz haqqında deyəcəklərim hələlik bundan ibarət idi. Suallarınız varsa şərh bölməsinə yaza bilərsiniz. Videomuzu bəyəndiysəniz, bəyəni qoyun, yorum yazın, bizə dəstək olun və kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.